Mən Elşən Kərimov 1970-ci ildə Zərdab rayonunun Yediyarlı kəndində anadan olmuşam. Gəlmə kənd orta məktəbində təhsil aldım. 2 il Sovet ordusunda xidmət etdim. Hərbi xidmətdən qayıtdıqdan sonra 1991-ci ilin avqust ayında Zərdab rayon polis şöbəsində polis serjantı kimi xidmətə başladım. Zərdab polis şöbəsinin əməkdaşları Qarabağda erməni separatçılarına qarşı əməliyyatlarda iştirak edirdilər. Düşmənə qarşı döyüşən əməkdaşlarımızdan yaralanan və şəhid olan da var idi. Mən də dəfələrlə könüllü olaraq Qarabağa gedir, torpaqlarımızın və əhalinin müdafiəsində iştirak edirdim. 92-ci ilin iyun ayında yoldaşlarım ilə birlikdə növbəti dəfə Qarabağa getdim. 3 nəfər polis yoldaşım ilə birlikdə Ağdamda növbəti tapşırığı yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldım.